Şagirdlər, keçən video biz natural ədədləri 9 illik test toplusundan 56-ya kimi izah eləmişdik. İndi isə digərlərini izah eləyək, yerdə qalan hissəsini. Deməli, 57-dən başlayırıq. Bizdən soruşulur ki, 57-də 57 bölən 5 olarsa alına bilən qalıqların cəmini tapın. Deməli, yoldaşlar, ümumi olaraq bir dənə qalıqlı bölməni qeyd eləyək. A bölünsün B bərabərdir ki, qalıq da alınırdı R. Biz hər zaman burada qeyd eləmişdik ki, mövzu izahını verəndə də qeyd eləmişdik ki, qalıq hər zaman böləndən kiçik olur. Yəni R kiçikdir B. Bu hər zaman belə olmalı. Bizdən böləni 5 veribsə, qalıqların cəmini soruşur. Təbii ki, burada qalıqlar da 5-dən kiçiklər hansı ola bilər? 1, 2, 3, 4. Bizdən bunların cəmini soruşur. Bunların da cəmi 1-in üzərinə 2, 2-nin üzərinə 3, 10-un üzərinə 4 gələndə bizə 10 vermiş olacaq. Deməli, doğru cavab kimi mənə 57-də verir A variantı. Daha sonra 58-ci suala gələk. 58-ci suala gələk. Bizdən soruşulur ki, 7805 ədədində, 7805 ədədində neçə onluq var? Deməli, uşaqlar, biz demişdik ki, onluq, yüzlük, minlik deyəndə neçə deyirsə onu yazırıq. Bizdən onluq deyir, onu yazırıq. Onda neçə sıfır var? Bir dənə sıfır var. Buradan bir dənə rəqəmi silirik. Ən sadə 780 onluq var. Doğru cavab kimi mənə burada verəcək B variantı. Daha sonra gələk 58-dən sonra 59-a. 59. 59-da ümumi olaraq qaydalardır. Bizdən deyir ki, təşkillərdən hansı doğru deyil. 2 cüt natural ədədin cəmi həmişə cüt ədəddir. A variantı doğrudur. B variantı deyir ki, natural ədədlərin cəmi həmişə natural ədəddir. Bəli, doğrudur. Natural ədədlərin fərqi həmişə natural ədəddir. Xeyr, həmişə natural ədəd ola bilməz. Məsəl üçün, 3 də naturaldır, 7 də naturaldır. Bundan bunu çıxanda qalır mənfi 4. Amma mənfi 4 natural ədəd deyil. Bizdən doğru deyil soruşurdu. 59 oldu C variantı. Digərləri doğru olar. Yenə də baxaq. Natural ədədlərin hasili həmişə natural ədədlərdir. Bəli, doğrudur. 2 tək natural ədədin cəmi həmişə cüt natural ədəddir. Bəli, doğrudur. Məsələn, 3-dən 3. İkisi də təkdir. Yekunda cəmi bizə cüt vermiş olur. Daha sonra 60-cı suala baxaq. 60-cı sual. 60-cı suala baxaq. Deməli, 60-da bizdən soruşur ki, bu çox kiçik oldu. 3 bayaqlar necə idi? 3 idi. Deməli, 60-cı sualda bizə deyir ki, bayaq kimi, yenə bölən 7 olarsa alına bilən qalıqların cəmini tapın. 7-dən kiçik rəqəmlərin cəmi. Yəni, 7-dən kiçik rəqəmlər hansılardır? 7-dən kiçik yazıb 7 bərabər qoyuram. Deməli, 1-dən 6-ya kimi olan rəqəmlərin cəmini soruşur bizdən, yəni. Onların da cəmi bizə verəcək 21. 21 cəmləsəniz özünüz görəcəksiniz. 21 verir. 60-da doğru cavabımız olacaq C variantı. Daha sonra gələk 61-ci suala. 23-ə böldükdə qalıqda 15 alınan ədəd hansıdır? Bunu variant yoxlamalısınız. Hər birini ayrı-ayrı böləcəksiniz. Görəcəksiniz ki, orada hansında qalıqda 15 alınır. Burada da səhv eləmirəmsə 705 olmalıdır. Gəlin 705-i yoxlayaq. 705-i bölək 23-ə. Deməli, 70-in içərisində 23 3 dəfə 69. Burada qalır 1, 5 də yenə 1. Bəli, həqiqətən də 15 qalıq qaldı. Deməli, doğru cavabımız burada C variantıdır. Daha sonra gələk 62 qaldı. 62-ci suala. 62-ci sual. Deyir ki, n bərabərdir 9 vurulsun 2 vurulsun 7 ədədinin neçə müxtəlif sadə vurğu var? Neçə müxtəlif sadə vurğu var? Deməli, uşaqlar, belə olanda birinci siz bunu daha da sadələşdirməlisiniz. Baxın, 9-u biz yaza bilərik 3-ün kvadrat şəklində. Vurulsun 2 vurulsun 7. Deməli, burada neçə dənə müxtəlif sadə vurğu varsa biz bunları götürürüz. Bax, 3-dən 2 dənədir, amma yenə də o 2-yə baxmırıq da, yəni 3, 2, 7. Neçə oldu? 3 dənə oldu.
Yəni qüvvətlərinə baxmırıq. Qüvvətlərin sayına buradan baxmırıq. Daha sonra baxaq 63-cü suala. Bizə deyir ki, 19-a böldükdə qalıqda 4 olan ədəd hansıdır? Şöyle yenə də burada variant yoxlamalısınız. Görək 19-a böldükdə hansıda qalıqda 4 alınır. Bu da deməli 1 olmaz. Gəlin bir B variantını yoxlayaq. 1030-u yoxlayaq gör. Bizə qalıqda neçə verir? 4 verirmi? 19. Deməli 10 içərisində yerləşmir. 103-ün içərisində 9 yerləşəcək. 6 dəfə 6 və 9 54. 4 yazaq 5 hətta. Yox, vermir. 11 hətta. Yox, vermir. Deməli 6 dəfə yerləşmir. 5 dəfə yerləşir. 5 dəfə yerləşir. Aha. Bu verəcək 95. 95. Qalır 8, 80. 80 burada düşməyəcək. 5 dəfə düşmür. Düşür 4 dəfə. Nə qədər edir? 76. Qalıqda həqiqətən 4 qaldı sonda. Deməli doğru cavabımız da 63-də olacaq. B variantı. Aha. Sonra 64-cü suala gələk. 64-cü suala gələk. 64. Bizdən soruşur ki, bölünəni 18 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Keçən dəfə bu videonu çəkəndə, yəni 56-dan əvvəl olan sualları izahını çəkəndə buna aid demələr izah eləmişdim. Ümid edirəm ki, oradan başa düşmüsünüz. Yəni, baxın, yenə deyirəm, bölünənin burada yerinə rəqəm qoymaqla da ola bilər. Və yaxud da ki, ümumi üsulla gedə bilər. Keçən dəfə üsulunu izah eləmişdim. Ənənəvi üsul necədir? Baxın, burada gəlin yerinə rəqəm qoymaq var. Bölünəni 18 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Tutaq ki, bölünən neçə olsun? Bölünən olsun böyük ədəd demək lazım deyil. Bölünən olsun 3. 3-ü bölürəm 1-ə, alıram 3. Aha. Deyək ki, bölünəni 18 dəfə artırılır. Bölünən hansıdır burada? 3-ü 18 dəfə artıran neçə olur? Yəni 3-ü vurursuz 18-ə 54. 54-ü bölürük. Yeni bir bölən var. Bunu bilmirik. Qismət neçə olsun? Qismət 3 dəfə artsın. 3 dəfə artmaq o deməkdir ki, 3-ə vuracam. Olsun nə? 9. 54-ü neçə böləndə 9 alırıq? X bərabərdir 4. 6. Deməli, birinci bölən 1 idi. İndi oldu 6. Neçə dəfə artdı? 6 dəfə artdı. Deməli, 6 dəfə artırmaq lazımdır. 64-də cavabımız oldu. D variantı. Daha sonra 65-ci sual. 2, 0, deməli 2, 0 və 5 rəqəmlərindən düzələn bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Aha, 2, 0 və 5 rəqəmlərindən düzələ bilən bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Deməli, 2 rəqəmli deyirsə, bilirik ki, rəqəm 65, aha, deyək ki, 0 ilə başlaya bilməz ədəd. Ona görə 2 ilə 5 ilə başlayacaq. 2 ilə başlayanda olacaq nə? 20, 25, aha, sonra 22, 2 ilə bulardır. Daha sonra 5 ilə olacaq 55, 50 və 52. Bunların cəmi də hər birinin cəmi bu eləyir 67. Bu da eləyəcək 757. Bunların cəmi də eləyəcək ikisinin cəmini toplayanda 224. Deməli, cavabımız oldu 224. Burada da cavabımız oldu B variantı. Deməli, 65-ci sualda doğru cavabımız oldu B variantı. Daha sonra gələk 66-cı suala. 66-cı sual. Bizdən deməli, deyək, çən 3 vedrədən 5 dəfə çox su tutur. Aha. Bir vedrədə 5 litr su tutursa, çən neçə litr su tutur? Deməli, 3 dənə bizdə çəndir. 3 dənə çəndir. Deyək ki, 3 çən 3 vedrədən 5 dəfə çox su tutur. Aha. Deməli, çəni bilmirəm. 3 dənə vedrədir. Bunların hər birində də 3 dənə vedrə olsun. Bayaq çən dedim. Bunların hər birində də x litr su var. X litr su var. Cəmi eləyir 3x. Deməli, 5 dəfə çox su tutursa,
Və bizə deyir ki, 1 vedrə 5 litr su tutursa, 1 vedrə 5 litr su tutursa, ümumi 3x idi. 3x bərabər olacaq nəyə? Yəni 3-ü vuracam 5-ə, bərabər olacaq 15. Deməli, ümumi olaraq bunlar, yəni vedrələr 15 litr su tutur. Və bizə deyir ki, çən 3 vedrədən 5 dəfə çox su tutur. 5 dəfə çox su tutursa, onda mən 15-i də vuracam nəyə? 5-ə ki, gördük, çən nə qədər tutur? Bu da eləyəcək 75. Deməli, cavabımız oldu 75. Bu da bizə verdi. Doğru cavab kimi D variantı. Bu qədər sadə. Daha sonra gələk 67-ci suala. 67-ci suala bizə deyir ki, tir ən azı hansı uzunluqda olmalıdır ki, onu 60 santimetrlik və 50 santimetrlik hissələrə itkisiz bölmək mümkün olsun. Aha, ən azı burada məsələsi olanda, yəni bu məsələ adlı məsələlərdir, ölçü məsələləri olanda həmişə bu əkov məsələləri olur. Yəni əkovla tapılır. Yəni burada biz ən kiçik elə bir ədəd tapmalıyıq ki, o 60-a da tam bölünsün, yəni 50-yə də tam bölünsün. Yəni əkovu tapmalıyıq. Yəni əkov 50 və 60. Buradan da orta vuruq kimi 10-u çıxarsam, qalanlar əkov 5 ilə 6. Bura yazılmadı. 5 ilə 6 qalar. Uşaqlar, baxın 5 ilə 6 qarşılıqlı sadə ədədlərdir. Bunların əkovu onların hansına bərabər olacaq? Yəni burada 10 vuruğu var. Əkov 5 ilə 6-da əkov eləyəcək 5 ilə 6-nın hasili. Bunlar da bir-bir oranda 5 6 30, 10-a vuranda 300. Deməli, tir ən azı 300 cm olmalıdır ki, onları itkisiz bölmək mümkün olsun. Bu da doğru cavab kimi verəcək mənə 67-də B variantı. Formada. Daha sonra gəlin buradan tutacaq bunları. Sonra gələk 68-ci suala. 68-ci suala. Bizdən soruşur ki, əkov 60-80 bölünsün əbob 60-80 ifadəsinin qiymətini tapın. Deməli, biz burada hər ikisindən orta vuruğu çıxarsaq, onu çıxardacağım, qalacaq əkov 60-80. 60-80 nə idi? İkisindən də onu çıxartdım. Qalacaq burada 6 və 8. Daha sonra əslində burada elə 60-80 yox, 20-ni də çıxarda bilərdik biz. Niyə 20-ni çıxarmırıq ki? Gəlin elə 20-ni çıxardaq da. 20-ni çıxarsam, qalacaq əkov 3, 4. Daha sonra burada bölünsün əbob 60-dan buradan da 20-ni çıxarsam, qalacaq əbob 3, 4. Deməli, bu da bərabərdir. Baxın, əkov 3 ilə 4. 3 ilə 4 qarşılıqlı sadədir olduğuna görə, onların əkovu hansına bərabər olacaq? Yəni, olacaq 20 vurulsun 3, bu da vurulsun 4. Daha sonra bölünsün. Əbob 3 ilə 4 də qarşılıqlı sadədirsə, biz demişdik ki, qarşılıqlı sadələrin əbobu 1-ə, əkov isə hansına bərabərdir? Yəni, bu da verəcək bizdə 20. Bu da bərabərdir. Düşmüş olacaq nə? 12. Mənə doğru cavab kimi 68-də verəcək A variantını. Bu şəkildə. Daha sonra gəlin suala yazaq 69-cu sualı. 69-cu sualı. 69-da bizdən soruşulur ki, deməli, 62 oğlan və 93 qız idman yarışlarında tərkibləri eyni olan komandalarda iştirak edirlər. Hər komandada neçə qız var? Deməli, gəlin biz burada ümumi olaraq belə deyək ki, bizdə 2 dənə komandadır, amma bizdə 62 dənə oğlan var. 93 dənə də qız var. Deməli, biz elə etməliyik ki, hər komandada həm oğlan sayı da eyni olsun. Yəni, bir-birinə nisbətən də, tutaq ki, birinci komandada 5 dənə oğlan varsa, ikincidə də 5 dənə olmalıdır, üçüncüdə də 5 dənə olmalıdır. Qızların sayı da eyni olmalıdır. Məsələn, qızların sayı birinci komandada 2 dənədirsə, digər komandalarda da eyni olmalıdır. Gəlin, burada 62-ni biz vuruqlarına ayıraq. 62-ni vuruqlarına ayırsaq, görək 62-2
31. Bu da oldu nə? 31. Dəfə 93-ü də gəlin ayıraq. 93 də bölünəcək 3-ə. Yenə 31. Bu da 31-ə 1. Ah. Deməli uşaqlar biz burada görürük ki, 60-ın bölənlərin içərisində 31 var. Yəni gəlin belə yazsın. Baxın 62 bərabərdir 31 vurulsun 2 şəklində yaza bilərəm. 93-ü də yazacağam ki 31 vurulsun 3 şəklində yaza biləcəm. Uşaqlar burada görürük ki, ikisində də ortaq olan nədir? 31. İkisində də 31 ortaqdır. Deməli bu ortaq olanlar ilə komandaların sayıdır. 31 dənə komanda var. Buradakı 2 həmin komandada olan qızların sayını göstərir. Buradakı 3 isə həmin komandada olan, daha doğrusu 62 oğlan idi. 2 oğlanların sayını göstərir. 3 isə qızların sayını göstərir. Yəni 31 dənə. Belə deyək, 31 dənə komandadır və hər birində 2 qız, 3 oğlan. Digərində 2 oğlan, 3 qız. 2 oğlan, 3 qız və hamısında bu şəkildə davam edir. Bizdən sonra ki, hər komandada neçə oğlan var? Hər komandada tapdıq ki, 2 dənə oğlan var. Bu da göstərilmişdir. Deməli, doğru cavab kimi bizə 69-da verəcək. Daha doğrusu, 69-u 70 şərtini oxuyuram. Hər komandada neçə dənə qız var? Qızların sayını soruşursa, onda götürəcəm 3-ü. Bu da məndə doğru cavab kimi verəcək 69-da C variantı. 70-də isə uşaqlar yenə eynidir. Bax, eyni tipdən gedir 70-ci sualda. Sadəcə 70-də. Burada isə bizdən oğlanlar, yəni neçə dənə oğlan var soruşulur. Bax, nə edəcəyiz 70-də? Bayaqki kimi artıq 70-ni uzun deməyəcəm. Baxın, belə 70-i uzun deməyəcəm. Baxın, 123-ü mən yaza bilərəmmi? 123 yaza bilərəmmi? Deməli, 41 vurulsun 3 kimi. 82-ni də yaza bilərəmmi? 41 vurulsun 2 kimi. Baxın, eyni olan nədir? 41. Bax, bu eyni olanlar komandaların sayıdır. Digərləri isə həmin komandada olan oğlan və qızların sayıdır. Burada da deməli, hər komandada 3 dənə oğlan, hər komandada 2 dənə də qız var. Bizə nəyi soruşulur? Hər komandada neçə dənə oğlan var? 3. Doğru cavab kimi mənə 70-də verəcək B variantı. Daha sonra gələk 71-ci suala. Görə 71-ci sual nədir? 71-ci sual nədir? Deyək ki, idmançıları əvvəlcə hər cərgədə 6 nəfər. Sonra isə hər cərgədə 15 nəfər olmaqla sırayı düzdülər. İdmançıların sayı 110-dan çox. Tutaq ki, x sayda bir dənə idmançı sayımız var, bilmirəm. 110-dan çoxdur. 110-dan çoxdur. 145-dən 100. Qələm nəsə məndən bu günləri yola getmir, düz yazmır. 145-dən də azdır. Məndən soruşulur ki, 145-dən az olarsa, onların sayı neçədir? İdmançıların sayı məndən soruşulur. Deməli, uşaqlar, burada hər cərgədə birinci 6 nəfərdən düzür, sonra isə 15 nəfərdən düzür. Deməli, mən burada elə bir ədəd tapmalıyam ki, o 110 ilə 145 arasında olsun və 60 ilə, belə 60 deyirəm, 6 ilə də 15-ə bölünsün. 6 ilə 15-ə bölünsün. Yəni, bu da uşaqlar, əkov məsələsidir. Yəni, biz burada əkov 6 ilə 15 tapacağıq, sonra onun misillərinə baxacağıq. Bax, necə? Əkov 6, bir də nə? 15. Əkov 6 ilə 15-i tapanda buradan gəlin ortaq vuruq çıxardaq 3-ü çıxardaq. Qalacaq nə? Elə ki, buradan 3-ü çıxardanda yazacağım, çıxacaq harca 3 vurulsun. Burada qalacaq 2, daha sonra 5. 2 ilə 5 qarşılıqlı sadə ədəd olduğuna görə onların əkov ilə hasilinə bərabərdir. Olacaq 3 vurulsun 2, 5. Bu da bərabərdir 30. Deməli, ən kiçik burada, yəni 6 ilə 15-in əkovu nədir? 30-dur. Deməli, burada 30 dənə iştirakçı sayı olsa da, biz onları hər cərgədə 6, 15 dənə düzə, birinci cərgədə belə 6 nəfər, sonra isə 15-15 düzə bilərik. Amma bizdən burada şərt verib ki, onların sayı 110-dan çoxdur. Deməli, 110-dan çox 145-dən azca mən artıq burada 30-un misillərinə baxacağım. Bax, birinci 30-dur, 30 olmadısa, deməli, gələcəm 60-a. Elə olmalıdır ki, həm 6-ya bölünməlidir, həm də 15-ə bölünməlidir. 60 bu aralığa düşür, yox. Daha sonra bir dənə də misli gələcəm üzərinə olacaq nə? 90. 90 bu aralığa düşür, yox. Ondan sonra
1-ni də gələcəm 30 üzərinə gələcəm də. Yəni 30, 36, 120. 120 bar aralı düşür, bəli düşür. Deməli həqiqətən də bizim elə həmin x-imiz 120 imiş. Buradan da görün ki, ilk 120, 110 ilə 145 arasındadır. Bundan sonra əgər bu da ödənməsin, üstün növbətinə baxacaq. Baxın, növbəti olacaq 150. Artıq baxın, 150 şərtimizi ödəmir. 150 bu şərti ödəmir. Ona görə bizə doğru cavabı da verəcək nə? 120, 71-də doğru cavab kimi mənə verir. D variantı. Deməli uşaqlar. Sonra baxırıq burada. Yəni buranı silək. Buranı silək. Deməli. Mən nə dedim burada? 72-ni dedim. İndi gəlin uşaqlar baxaq 73-cü suala. 73-cü suala. 73-cü suala baxaq. Bizdən bir deyir ki, hansı təkidlər doğrudur? Rəqəmlərinin cəmi 9-a bölünən natural ədəd tam bölünür. 9-a tam bölünür, bəli. Bölmə əlamətində biz bunu demişdik. 1 doğrudur. 73-cü sualda. 73-cü sualda. Deməli 1 doğrudur. Daha sonra qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabərdir. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabər. Bəli, yəni əkop nə demək? Məsəl üçün əkop olsun 3 ilə 4. Əkop 3 ilə 4. 3 ilə 4 qarşılıqlı sadədir, yoxsa yox, qarşılıqlı sadədir. Onların əkop nə ilə bərabərdir? Bir-birinin hasilinə bərabərdir. Bizdən də 2 də 10 deyir. Bəli, deməli ikinci də doğrudur. Sonra üçüncüyə gəlirik. Üçdə deyir ki, 2 ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. 2 ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəni tam bölünür. Bəli, bəli, 3 də doğrudur. 3 də doğrudur. Baxın, 4-ə baxaq. 2 ədədin cəmi tək ədəddir. 2 tək ədədin cəmi tək ədəddir. Xeyr, 3-dən məsələn 5. 2 də təkdir. Nəticə etibarən cəmimiz nədir? 8 cüt ədəd verir. Deməli, doğru olanlar 1, 2, 3. Bizə də 73-də verildi. Doğru cavab nə? Y variantı bu formada. Daha sonra baxırıq 74-cü suala. 74-də də deyək ki, təklərdən hansı doğrudur? Deməli, birinci. Rəqəmlərin cəmi 3-ə bölünür, natural ədəd 3-ə tam bölünür. Bəli, doğrudur. İkincidə qarşılıqlı sadə ədədlərin ən 5 ortaq bölünəni onların hasilinə bərabərdir. Xeyr, qarşılıqlı sadə ədədlərin əbabı uşaqlar nəyə bərabər idi? 1-ə bərabərdir. Məsələn, əbob olsun 5 ilə 6. Bunların əbabı nəyə bərabərdir? Əbabları 1-ə bərabərdir. Hasili əkoblarındaydı. 2 sadə ədədin hasili mürəkkəb ədəddir. Doğrudur, məsələn 2 vurulsun 3. İkisi də sadədir. Nəticədə hasil nədir? 6, 6 mürəkkəb ədəd. Düzdür. 4-də deyir ki, 2 ədədin ən 5 ortaq böləni həmin ədədlərin ortaq bölünəninə tam bölünür. Bəli, bu da doğrudur. 4 də doğrudur. Cavabımız deməli oldu burada 1, 3, 4. Bu da bizə verir doğru cavab kimi Y variantında. Aha. Daha sonra gələk burada nəyə? Gələk 75-ci suala. Aha, artıq açıq tipli suallara gəldik. Açıq tiplilər artıq maraqlıdır. 75-ci sual. 75-ci sualda bizə deyir ki, həm 2-yə, həm də 7-yə tam bölünən neçə 2 rəqəmli ədəd var? Həm 2-yə, həm də 7-yə bölünən neçə 2 rəqəmli ədəd var? Deməli, 2 həm də 7-yə bölünən ən kiçik 2 rəqəmli ədəd onların hasilidir. Yəni 2 vurulsun 7 bərabərdir 14. Yəni bu say 14-dən başlayır. 14-dən başlayır. Yəni 14-dür. Neçə dənə 2 rəqəmli ədəd deyirsə, ən böyük 2 rəqəmli ədəd neçədir? 99-dur. 99-dur. Yəni biz bu 99 say soruşlar. Bizə deyir, neçə dənə 2 rəqəmli ədəd var? 2 ilə 7-nin hasili 14, düzdürmü? Biz 99-u 2 ilə 7-nin hasilinə bölüb, belə deyək, qalıq hissəsini asırıq, natamam, yəni qisməti götürürük. Baxın, neçə dənə dedik 2 rəqəmli ədəd var? 99, yəni ən böyük hissəsi 99-dur. Hazırım 99. Bölünsün, onların hasili, bizdən soruşulanların hasili. Yəni soruşulanların hasili 2 ilə 7 idi, onların hasili 14. Deməli, 99-u 14-ə böləndə düşəcək, 7 dəfə düşür. 7 dəfə 8, 98, qalığa baxmırıq. Deməli, 7 tam nə qədər düşür? Bizə bunun tam hissəsi lazım. 7. Deməli, həm 2-yə, həm də 7-yə tam bölünən neçə 2 rəqəmli ədəd oldu? 7 dənə oldu. Doğru cavab kimi bizim oldu cavabımız
7. Baxın 76 deyir ki, həm 3-ə, həm də 7-yə bölünən neçə 2 rəqəmli ədəd var? Aha, deməli həm 3-ə, həm də 7-yə deyirsə, mən bunların hasını götürəcəm. Baxın 3 ilə 7-nin hası nə eləyir? 21. Daha sonra yenə 99-u böləcəm. 99-u böləcəm. Çünki ən böyük rəqəmlər 99-dur da. Burada 100 də götürə bilərsiniz, amma 100-dən böyük götürməyin də. Yəni çünki axırı 0-dır axı. Zaten onların hasına bölünməyəcək. Aha. Amma əsas 99 götürür, yəni tam düz olması üçün. 99-u böləcəm 21-ə. 99-u da 21-ə böləndə deməli 5 dəfə düşmür, 4 dəfə düşür. Bu da eləyir 84. 5, 1, nəsə qalığa baxmırıq. 4 tam nə qədər? Bizə tam hissəsi lazımdır 4. Deməli 4 dənə bölünən 2 rəqəmli ədəd var. Daha sonra gələk burada gələk 77-ci suala. Gələk 77-ci sualda bizə nə soruşulur? Deməli 77-ci sualda isə bir səliqəli yazaq. Nəsə ekranı hissəyə bölmüşəm. Qələm yaxşı yazmır. Aha. 77-ci sualda isə deyir ki, əkop 54-96 bölünsün. Əbob 54-96 nisbətini hesablayın. İnşallah bayaqları bunu qapalı tipli bir sualda da belə verilmişdi. Az öncə də izah elədim. Gəlin yenə də bunu da izah eləyək. Deməli, nisbəti uşaqlar bizə bilsin nə verir? Bunları bayaq orada qeyd eləmədim deyəsəm. Bunların nisbəti bizə ortaq olmayan qrupların hasılını verir. Yəni bizə C-ni verir. O qaydada izah eləmişdik ki, həmin o C-ni verir. Yəni burada 54. Baxın 54-ü mən yaza bilərəm. Sadə vurğular şəklində göstərə bilərəm. Və yaxud da ki, belə yazacağam. 54-ü mən yaza bilərəm ki, 2 vurulsun 27 kimi. 27-dən nə demək? 3 üstü 3 deməkdir. Yəni bu şəkildə yaza bilərəm. Bəs 96-ı necə yaza bilərəm? 96-ı da yaza bilərəm ki, deməli 96-ı yaza bilərik. 32 vurulsun 3 kimi. O da 2 üstü 5. 2 üstü 5 vurulsun 3 şəklini yaza bilərəm. Deməli burada bizdə ortaq olmayan yəni C-ni verir də, ortaq olmayan vurğuların hasili. Ortaq olmayan vurğuların hasili burada bizə nə deyir? Baxın. 2 3 2 3. Burada 3-dən 2 dənə var. Yəni burada bir dənəsi burada var. Burada 3 dənədir. Bir dənəsi burada. 3 dənəsi buradadırsa neçə dənə çoxdur? 2 dənə çoxdur. Yəni 3-dən 2 dənə çoxdur. Yəni 3-ün kvadratı vurulsun. Bəs 2-dən 2-nin bir dənəsi buradadır. Bir dənəsi buradadır. 5 dənəsi də burada. Neçə dənə çoxdur? 4 dənə çoxdur. Yəni 2 üstü 4-ə vuracam. Bu da bərabər nədir? 9 vurulsun. 2 üstü 4-ümüz 16. Bu da 144 verilmiş olar. 144 verilmiş olacaq. 77 doğru cavabımız oldu. Nə? 144. Daha sonra gələk 78-ci suala. Bir sənə təmizləyək. Deməli 78-ci sual. 78-də bizə deyir ki, 2 ardıcıl tək natural ədədin cəmi 68 olarsa, bu ədədlərin kiçiyini tapın. Deməli uşaqlar bizə 2 ardıcıl tək natural ədəd deyilsə, tutaq ki, olsun bax məsələn deyim, birinci olsun 3, digər olacaq nə? 5 və yaxud da ki 5 7. Bunlar neçə artır? 2 2 artır. Yəni üzərinə 2 gəlir. Deməli birincisi olanda x, digər olacaq nə? X plus 2 olacaq da. Bu birincidir, bu da ikinci. Bunların cəmi nə verib bizə? 68. Bu ikisinin cəmi bizə verib 68. Buradan da yazıram ki 2x üzərinə gəlinsin 2 bərabərdir 68. 2x bərabərdir. 2-ni sağ tərəfə atsam 68-dən 2 çıxaram. 66. X bərabər nəyə? 33-ə. Məndən nəyi soruşur? Məndən də bu ədədlərin kiçiyini soruşur. Yəni cavabımız olacaq nə? 33. 78-də cavabımız oldu 33. Daha sonra gələk burada nəyə? 79-cu sual. 79-cu sualda yenə deyir ki, 2 ardıcıl cüt natural ədədin cəmi. Uşaqlar 79-u yazaq. Burada da yenə eyni qayda ilə gedəcək. Baxın, birinci ədədimiz olsun məsələn 4, ikinci olacaq nə 6. Neçə artır? Və yaxud da ki, birinci olsun 8, ikinci cüt ədədimiz olacaq ki, 8-dən sonra gələndə olacaq 10. Neçə artır? 2 2. Yəni hər birinin üzərinə 2 gələndə növbətidən alır. Yəni burada da göründüyü kimi 2 2 artır. Bizə də cəmi 66 verirsə, yəni olacaq birinci x, ikinci olacaq nə? İkinci olacaq x üstə gəlsin 2.
Bu birinci ədəd, bu da ikinci ədəd. Bu cəm bizə nə verib? 66 veribdirsə, buradan alacağım 2x bərabərdir. 2-ni sağ tərəfə atsam, alıram 64, x bərabərdir 32. Məndən də buradan bu ədədlərin böyüyünü soruşur. Deməli, x kiçik 32-dirsə, digəri ondan 2 vahid çox idi. O da olacaq nə? 34. Doğru cavabımız kim oldu bizə nə? 34. Daha sonra gəldik 80-ci suala. 80-ci sualda bizdən soruşulur ki, mən əslində keçən video oxşarlarını izah eləmirdim. Sadəcə sonra öz şagirdlərim dedi ki, müəllim, bəs siz birini izah edirsiniz, biz digərini yaza bilmirik. Yəni, alınmayanlar var. Ona görə artıq bu videoda dedim ki, yaxşı, bacardığım qədər eynilərdə izah eləyəcəm. 80-ci sualda bizə deyir ki, binada mərtəbələr arası pillələrin sayı 20-dir. Birinci və 8-ci mərtəbələr arası neçə pillə var? Baxın uşaqlar, deməli, binada mərtəbələr arası. Baxın, birinci mərtəbə olsun, bax burada, bax, birinci mərtəbə. Daha sonra olsun ikinci mərtəbə, olsun üçüncü mərtəbə, dördüncü mərtəbə bu şəkildə gedir. Deməli, uşaqlar, baxın, birinci ilə dördüncü mərtəbə arasında neçə dənə pillələr var? Baxın, bir dənəsi buradadır. 1, 2, 3. Aha, deməli, burada belə deyək də, 8-ci mərtəbə deyəndə biz 8 dənə pillə götürməyəcəyik. Bir dənə əksini götürəcəyik. Yəni, burada da baxın, nümunədə göstərirəm. 1 ilə 4 arasında neçə dənə var? Neçə dənə pillə var? 1, 2, 3. 3 dənə pilləmiz var. Deməli, burada bizdən də birinci ilə 8-ci arasında neçə dənə pillə olduğunu soruşulur və hər pillər arasında mərtəbələr arası pillələrin sayı 20-dir. Yəni, burada da 20 dənə pillə var və burada da 20 dənə pillə var. Hər birində 20 dənədir. Və aralarındakı o mərtəbələr də, yəni neçə dənə oldu? 3 dənə oldu. 1-dən 4-də. İndi 1-dən 8-də nə qədər olacaq? 1-dən 8-də olacaq 7, belə deyək də, 7 mərtəbə. Hər mərtəbədə də 20 dənə pillə var. 7-ni də vuracam 20-yə, bu da verəcəm mənə 140. Doğru cavabımız kim oldu? Nə? 140. Bu qədər sadə. Bunlar çox sadədir. Həqiqətən 9-cu sinifin test toplusu çox sadədir. Ayrıblar digərlərindən. Digər 10-11-də müəyyən qədər maraqlı suallar var. Orada da sadə suallar çoxdur. Ancaq bura nisbətən biraz orada maraqlı suallar çoxdur. Daha sonra gələk 81-ci suala. 81-ci sualda bizə 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədədi tapın. Aha. Deməli, hansısa bir ədəddir, həm 7-yə, həm 8-ə, həm 9, həm 10-a böldükdə qalıqda 2 alınır. Yəni, burada biz əkob 7, çünki bizdə deyir ki, ən kiçik deyirsə əkob, yəni 7, 8, 9 və 10-u tapıb üzərinə 2 gələcək. Bax, o qalığı gəlməliyim üzərinə. Deməli, əkob 7, 8, 9, 10 tapanda, baxın, 7 ilə 8 elə qarşılıqlı sadədir. Bunların əkobu bizə verir 56. Deməli, 9 ilə 10 da elə qarşılıqlı sadədir. Bunların da əkobu bizə verir 90. Yəni, əkob 56 ilə 90-ı tapacam. Əkob 59 ilə 90-ın da əkobu bizə nə verəcək? Deməli, 56-nı biz yaza bilərik. 56-nı biz yaza bilərik. Necə? 56-nı yaza bilərik. 28 vurulsun 2 kimi. 28-də də yəni 7, belə deyək də. Bu nəsə götürmədi. Niyə belə oldu? Hə. Deməli ki, burada sadə vurulur ayraq. Ən sadə şəkildə sizin başa düşməyiniz. Baxın, 6-nı 2-yə böləndə 28, 28-ni 2-yə böləndə 14, 14-ü 2-yə böləndə 7, 7-yə nəsə düşdü? 1. Daha sonra gəlin 90-ı bölək. 90-ı da böləndə düşəcək nə? 2, 45, 45 3-ə 15, 15 3-ə 5, 5 5-ə 1. Deməli, burada əkobunu tapanda yazacağım ki, 90 vurulsun. İçərisində olmayan. İçərisində olmayan nədir? İkisi var. Bir dənə bu 2 yoxdur. Daha sonra yenə bu 2 yoxdur. Daha sonra bir də 7-si yoxdur. Bura vurulsun 7. Yəni 90 vurulsun 28. 90 vurulsun 28. 90 da 28-ə vuranda
deməli edəcək 2520. Deməli 2500 axırı 0, bəli 2520. Bizdən də burada nə soruşurdu? Bir də deyir ki, bəs qalıqda 2 qalır da. Yəni deməli 2520 həm 7, həm 8, həm 9, həm də 10-a tam bölünür. Ancaq qalıqda 2 qalması üçün bunun da üzərinə gəlməliyəm. Bunun da üzərinə gəlməliyəm 2. 2520-nin üzərinə də 2 gələndə verəcək 2522. Deməli doğru cavabımız budur. 2522. Daha sonra gələk 82-ci sualı. 81-i dedik. 82-ci sualda görək necədir? 82-ci sual. 82-ci sual bizə deyir ki, AB zöngəsinin BA bərabərdir. Bu olarsa şərtini ödəyən 2 rəqəmli AB ədədlərini tapın. Baxın uşaqlar, birinci gəlin biz bunu sadələşdirək. Deməli yazacağam ki, 10A üzərinə gəlinsin B, üzərinə gəlinsin 10B, üzərinə gəlinsin A bərabərdir 66 vurulsun A çıxılsın B. Bu şəkildə yazdıq. İndi burada toplasaq 10A burada, A da burada. Nə eləyir? 11A üzərinə gəlinsin B burada, 10B burada. Eləyir 11B bərabərdir 66 vurulsun A çıxılsın nəyə? A çıxılsın B-yə. Qəşəng. Deməli biz burada nə edəcəyik? Bizdən 2 rəqəmli AB ədədlərin sayını soruşur. 2 rəqəmli ədədlərin sayını soruşur. Deməli biz burada gəlin deməli 66-nı vurub basa bilərik və ya 11 də çıxardıb ixtisar apara bilərik. Yəni 11-i çıxardaq elə qalacaq A üzərinə gəlinsin B bərabərdir 66 vurulsun A çıxılsın B. Bununla bu gedəcək, burada qalır 6, olur A üzərinə gəlinsin B bərabərdir 6A çıxılsın 6B. Burada A'ları bir tərəfə, B'ləri bir tərəfə keçirsək, alıram 7B bərabərdir nəyə? 5A'ya. 5A'ya. Deməli, 7B bərabərdir 5A'dırsa, biz burada demişdik ki, B'ni A'nın əmsalı götürürük. Amma K ilə ifadə edirik. A'nın da B'nin əmsalını götürürük. Buradan alıram ki, A bərabərdir 7K'ya. Çünki 7 deyə bilmərəm. Bəlkə 14'dür. Burada K'ya qiymət verib A ilə B təyin eləyəcəm. B də bərabər olacaq nəyə? 5K'ya. İndi mən K'ya qiymət versəm, K'ya 1 verəndə A'nı alıram 7, B'ni alıram 5. Bəs mən K'ya 2 qiymət versəm, K'ya mən 2 versəm, A'nı alıram 10, B'ni də alıram, daha doğrusu A'nı alıram 14, A'nı alıram 14, B'ni alıram 10. Ancaq bu şərt məndə ödənməz. Bu şərt məndə ödənməz. Çünki burada A və B hər biri üstü xətt göstərilir. Baxın, hər biri bir dənə rəqəm ala bilər. Bizdən də ki, şərtini ödəyən 2 rəqəmli AB ədədini tapın. Deməli, A'nı tapdıq 7, B'ni də tapdıq 5. 2 rəqəmli bizdən AB-ni soruşurdusa, cavabımız olacaq 75. Bu şəkildə. Bu formada. Daha sonra gələk 83-cü suala. 83-cü suala baxaq. 83-cü suala necədir? Deməli 83-cü sual. 83-də bizə deyir ki, A-nın hansı ən böyük qiymətində ədədi 45-ə tam bölünür? Deməli, ədədinin 45-ə tam bölünməsi üçün mən 45-i hansı sadə vurublar şəklində yaza bilərəm və göstərdiyim o vurublar qarşılığı sadə olmalıdır. 5 ilə 9. Baxın, 5 ilə 9. 5 ilə 9 həqiqətən də qarşılığı sadədir. Deməli, bu ədədin 45-ə tam bölünməsi üçün ədəd həm 9-a bölünməlidir, həm də 5-ə bölünməlidir. Deməli, bunun 5-ə bölünməsi üçün B burada ala bilər ya 0, ya da 5 ala bilər. Çünki 5-ə bölünmə əlaməti necə idi? Ya ədədin sonu ya 0 olmalıdır, ya 5 olmalıdır. Bu qaldı öz yerində. Deməli, bəs 9-a bölünməsi üçün nə olmalıdır? 9-a bölünməsi üçün də ən böyük qiymətində deyir ki, A-nın hansı ən böyük qiymətində? Aha, qəşəng. Deməli, burada uşaqlar bir də bizdən A-nın belə deyək də, A-nın hansı ən böyük qiymətində soruşursa, hələ ki, ondan işimiz yoxdur. Yəni, B-ni tapdıq ki, 0,5-dir. Aha, mən elə bildim, burada ifadənin ən böyük qiymətini soruşur. Yəni.
Aha, deməli burada mən 9-a bölməsi üçün nə edəcəm? Rəqəmlərin cəmi 9-a bölünən ədəd 9-a da bölünür. Yazacağam ki 4 üzərinə gəlinsin 9. Aha, üzərinə gəlinsin. Gəlin birinci 0 götürək. 0 üzərinə gəlinsin nə? A. Deməli bu cəm 9-a bölünməsi üçün bu eləyir 13 üzərinə gəlinsin A. Bunu 9-a bölünməsi üçün, yəni təbii ki burada A-nın belə deyək də üstü göstərə baxın. Burada A qiymət ala bilər nədən? A-da və B-də. Hər biri uşaqlar 0-dan 9-a kimi qiymət ala bilər. 9-a kimi qiymət ala bilər. Aha, deməli baxıram ki 13-ün üzərinə A gələndə 9-a bölünsün. Buradan A-nı tapıram. A-nı tapıram neçə? 5. Yəni 13-ün üzərinə 5 ilə 18. 18 də 9-a tam bölünür. Aha, bu öz yerində. Deməli A-nın bir qiyməti oldu 5. Daha sonra mən A-ya burada verəcəm. İndi B-yə verəcəm 5 qiyməti. B-yə 5 qiyməti verəndə alacam nə? 13 üzərinə gəlinsin 5. Bayaqlara 13 zaten 4 ilə 9-un cəmidir. Üzərinə gələcəm 5, üzərinə gələcəm nə? A. Bu da eləcə 18 üzərinə gəlinsin A. Bunu 9-a bölməsi üçün A burada ala bilər nə? 9 qiyməti ala bilər. Deməli A-nın da qiyməti oldu nə? A-nın da qiyməti oldu 5. A-nın qiyməti oldu 5. A-nın qiyməti oldu 5 və 9. Bizdən də soruşurdu ki, A-nın hansı ən böyük qiymətində? A-nın hansı ən böyük qiymətində tam bölünürdü. Buradan A-nın aldıq nə? 9. A-nın deməli 2 qiymət aldıq. Yəni həm 9, həm də 5 aldıq. Bizdən böyüsünü soruşulursa, biz 9 götürmüş olacağıq bu şəkildə. Daha sonra uşaqlar keçirik biz burada 84-cü suala. 84-də də bizə deyir ki, 84-də də bizə soruşulur ki, deməli AB natural ədədləri üçün A bərabərdir 3B və əkop AB bərabər 21 olarsa, A ilə B-nin cəmini soruşur. Deməli 84-cü sual. Deməli uşaqlar, A 3B verilirsə, mən aparıb burada A-nın yerinə 3B qoyacağım. Yazıram ki, əkop A-nın qiyməti mənə 3B verir. Baxın, yazıram 3B. Bir də B. Bərabər nə? 21. Deməli, burada ikisində də orta olan nədir B? Mən B-ni çıxardıram əkobun xaricinə. Qalır əkop 3, 1. Bərabər nə? 21. Deməli, 3 ilə 1 nədir? Qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilına bərabərdir. Yəni 3-ə, 3 ilə 1-in hasilini 3 eləyəcək. Bir də burada da B var. 3-ü B-yə vuran elədir 3B bərabər nəyə? 21-ə. Buradan B-ni mən neçə aldım? Buradan B-ni mən aldım 7. Deməli, B-nin qiyməti 7-dir. B-nin qiyməti 7-dirsə, məndə də deyirdi axı, burada A bərabərdir 3B-yə. Onu da gətirib yerinə qoysam, A-nın da qiymətini alaram nə? 21. Məndən bunların cəmini soruşur. 21 üzərinə gəlinsin 7. Bu da bərabərdir 28. Deməli, mənə doğru cavab kimi burada nə verdi? 28. Eyni ilə 85-ci sualda elədi. Gəlin 85-ci suala da baxaq. 85-ci sual. 85. 85-də də bizə deyir ki, yenə AB natural ədədlər üçün A bərabər 7B olarsa, əkop AB 28-dir. Açılsın bir fərqini soruşur. Yəni bizdən də buradan A ilə B-nin fərqini soruşur. Gətirib burada yerinə qoysaq, yəni 7-ni daha doğrusu buradan B-ni çıxardacaq əkobun xaricinə, vurulsun əkop. Nə qalacaq? Qalacaq 7 və 1 bərabərdir 28. 7 ilə 1 qarşılıqlı sadə ədəd olduğuna görə onların əkobu bizə hasilini verir. Yəni olur 7B bərabərdir 28. Buradan da B-ni alıram neçə? 4. Deməli, B-nin qiyməti 4-dür. A-nın da qiyməti bərabərdir 4B olduğuna görə gətirib yerinə qoysaq, A-nın da qiymətini alırıq 28. Bizdən də bunların fərqini soruşur. 28-dən də 4-ü çıxanda alıram nə? 24. Deməli, mənə doğru cavab kimi nə verdi? 24 vermiş oldu. Daha sonra gəlirəm 86-cı sual. 86-cı sualda bizdən AB nisbətin 3-ün 5-in nisbəti verib. Şərtini ödəyən AB natural ədədləri üçün əbob AB bərabərdir 4 olarsa, A üstə gəlinsin B cəmini bizdən soruşur. Deməli, gəlin birinci, burada A-ya mən 3 kat K ilə ifadə eləyək. B-ni də 5 kat eləyək.
B şıkkı deyək. Aha. Bizdən bunların əbobu 4'dür. Aha. Gətirib yerinə yazacağım. Əbob. Yazıram 3K, 5K bərabərdir 4'ə. Deməli, K ikisində də ortaqdırsa, K-nı çıxardıram. Yazıram əbob 3 və 5 bərabər nəyə? 4'ə. 3 ilə 5 qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? 1'ə bərabərdir. Deməli, bu mənə verdi nə? 1'i. K-nı da 1'ə vuranda K eləyir elə. K da bərabər nəyə? 4'ə. Deməli, K-nın qiyməti tapın 4. Gətirib yerinə qoyuram. 3'ü 4'ə vuranda 12, 5'i 4'ə vuranda 20. Deməli, A-nın qiyməti 12 imiş, B-nin qiyməti 20 imiş. Məndən də bunların cəmini soruşur. Bunların da cəmi mənə verəcək nə? 32. Deməli, doğru cavabım nə oldu məndə? 32 olmuş oldu. Daha sonra gələk burada 87-ci sualı. 86-cı sual dedik. Gələk 87-ci sualı. 87-ci sual baxadır. Bizdən də 87-də deyir ki, AB natural ədədlər və A vurulsun B üzərinə gəlsin 3B 20 olarsa, A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Aha, deməli belə. Gəlin biz burada deməli nə edə bilərik? A ilə B natural ədədlərdir. A ilə B-nin hasilinin üzərinə B-nin 3 mislini gəlib 20 alıramsa, məndən A-nın ala biləcəyi qiymətlərin sayını soruşur. Uşaqlar, deməli, burada mən A-ya elə bir qiymət verməliyəm ki, bir də B-yə elə bir qiymət verməliyəm ki, onlar, belə deyək də, B-nin də 3 mislini tapıb təzə toplayanda mənə 20 olsun. Bizim A-nın ala biləcəyi qiymətlərin sayını soruşur. Aha. Deməli, gəlin burada uşaqlar, biz qiymət vermək ehtiyacdır. Uşaqlar, gəlin bax, biz buradan B-ni bir dənə çıxardaq xaricə. Qalacaq A üzərinə gəlinsin 3 bərabər nə? 20. Qəşəng. Yaxşı, 20 belə deyək də, bu vuruqdur da, düzdürmü? Deməli, biz burada 20-ni necə yaza bilərik? 20-ni biz yaza bilərik ki, 1 vurulsun, 20 kimi yaza bilərik. 2 vurulsun, 10 kimi yaza bilərik. 4 vurulsun, 5 kimi yaza bilərik. Başqa necə üsul var? Yox. Bu şəkildə yaza bilərik. İndi burada biz A-nın üzərinə 3 gəlmişik. Təbii ki, çoxu, belə deyək də, qiyməti çox olanı digərinə veririk. Yəni, A üstə gəlin 3-ə veririk. Burada indi qiymət yerinə qoyacaq. Baxın. B-yə 1 verəndə A-nın qiyməti nə olur? A-nın qiyməti olur. Yəni, bura qalır 20. B-yə 1 verəndə A-nın qiyməti olur 17. Məndə nə soruşmuşdu? A-nın ala biləcək qiymətlərin sayını soruşdu. Aha. Daha sonra B-yə aparıb mən 2 verəndə A-nın qiyməti nə olur? A-nın qiyməti 7 olur. Qəşəng. B-yə mən 4 verəndə A-nın qiyməti nə olur? A-nın qiyməti 2 olur. Aha, qəşəng. Daha sonra mən bir də burada nə qiymət verə bilərəm? Deməli, 1 verdik, 17 aldıq, 2, 7. Doğrudur. B, 4 verəndə deməli, 4-ü 5-ə vurmayaq. A-nı aldıq 2. Bir də mən burada bəs A-ya 5 verib, belə B-yə 5 verib, A-ya 4 də verə bilərəm də. B-yə 5 versəm, onda bunu bir səliqəli yazaq. Deməli, B-yə mən 5 versəm, onda A üstə gəlsin 3, 4 olmalıdır. Burada da A-nın qiyməti nə olacaq? 1 olacaq. Deməli, A-nın ala biləcəyi qiymətlər bunlar oldu. Bizdən də onların sayını soruşurdu. 1, 2, 3, 4. Deməli, A-nın ala biləcəyi qiymətlərin sayı 4 olmuş oldu. Bu şəkildə. Daha sonra gələk 88-ci suala. Gələk 88-ci suala görək. 88-də nədir? Eyni bu şəkildə tapılacaq o da. 88. AB natural ədədlər və bu olarsa, A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Bizdən yenə B-ni çıxardıq məsələn xaricindən qalır. A üzərinə gəlinsin. 4 bərabərdir 18. İndi 18-i biz nə şərtdə yaza bilərik? 2 vurulsun 9 kimi yaza bilərik. 1 vurulsun 18 kimi yaza bilərik. Daha sonra 3 vurulsun 6 kimi yaza bilərik. Daha sonra başqa nə yaza bilərik? 6 vurulsun 3 kimi də yaza bilərik. İndi bir də 9 vurulsun 2 kimi də yaza bilərik. 18 vurulsun 1 şəklində yaza bilərik. Təbii ki, bunlar bizdə ödənməyəcək. Niyə ödənməyəcək? Deyəcəm onlarda sizə. Gəlin buradan qiymətlərini verək. Baxın, B-yə mən 2 verəndə
Bu hissəyə qalır 9. Onda A-nın qiyməti olur 5. Aha. Mən B-yə 1 verəndə onda A-nın qiyməti qalır neçə? 14. Yəni bu hissə olur 18. Buradan da A-nı tapıram 14. Mən B-yə 3 verəndə A-nın qiymətini tapıram nə? 2. Aha. Amma mən burada uşaqlar B-yə aparıb 6 qiyməti verəndə məcburam bu hissə qalır məndə 3. Bəs yaxşı A üstə gəlinsin 4 bərabərdir 3-dürsə A onda mənfi 1 olmalıdır. Düzdürmü? Amma bizə şərtlə deyir ki, AB natural ədədlər üçün. Ona görə məndə bu şərtlər ödənməyəcək. Yəni bunlar da ödənməyəcək, yoxlamağa dəyməz. Deməli məndə burada sayın soruşurdu. A-nın da 3 qiyməti olmuş oldu. Daha sonra gəlirik buradan 89-cu suala. Daha görə 89-cu sual necədir? 89-cu sual necədir? Deməli, onda silək 89-cu sual. 89-da bizdən deyir ki, 3 rəqəmli ABC və BAC ədədləri üçün ABC çıxılsın BAC bərabərdir 360 olarsa, A üstə gəlinsin B cəminin ən kiçik qiymətini tapın. Deməli, uşaqlar, burada necə eləyəcək? Birinci gəlin biz burada asılışları yazaq. Heç uşaqlar, asılışların yazmağa da ehtiyac yoxdur. Ən qısa şəkildə sizə deyəcəm. BAC. Aha, BAC bərabər nəyə? 360-a. Bir səliqəli yazaq. Nəsə, bu günləri bu qələm məndən yola getmir. Səliqəli yazır. Ha, 360. Uşaqlar, deməli, burada yəni asılışların yazaq birinci. Belə göstərsəm, bəlkə də nəsə başa düşməz. Baxın, olacaq 100A. Üzərinə gəlinsin 10B. Üzərinə gəlinsin C. Çıxılsın. Qarşı tərəf mənfi var. Çıxılsın 100B. Çıxılsın 10A. Çıxılsın C. Bərabərdir 360. Fasillər burada əkskarlarla gedir. Deməli, mən 100A-dan 10 açıqanda qalır 90A. Çıxılsın. 10B-dən də 100B çıxanda qalır mənfi 90. Yəni çıxılsın, ona görə olur. Çıxılsın 90B. Bərabər nəyə? 360-a. 360-a bərabərdir. İndi mən burada 90-ı da hər tərəfini 90-a bölsəm, alacam ki, A çıxılsın B bərabərdir 360-da 91-dən 4 almış oldum. Bizdən soruşur ki, A üstə gəlsin B cəminin ən kiçik qiymətini tapın. Deməli, məndən A üstə gəlsin B-nin ən kiçik qiymətini soruşulur. Biz də buradan bilirik ki, A ilə B 0-dan 9-a kimi qiymətlər alır. Ancaq heç biri 0 almayacaq. Çünki ədəd 0-dan başlaya bilməz. Və burada mən yoxlayacağım görək A ilə B hansı ədədlər qoyanda, yəni 1, 9 alaraq hansı ədədlər qoyanda fərqi 9 eləyir. Belə fərqi 4 eləyir. 5, 1 ödəyə bilər. 6, 2 ödəyə bilər. 7, 3 ödəyə bilər. 8, 4 ödəyə bilər və 9, 5 ödəyə bilər. Və məndən bunların cəminin ən kiçiyini soruşurdu. Yəni cəmin ən kiçiyini soruşurdsa, onda deməli burada baxın toplasaq bu 6 eləmiş olur. Bunun cəmi 66 eləyir. Bunun cəmi 8 eləyir. Bunun cəmi 10 eləyir. Bunun cəmi 12. Bu isə məndə 14 verir. Ən kiçiyini soruşursa mən 6-nı götürəcəm. Deməli doğru cavab şimdi nə oldu məndə? 6 oldu. Daha sonra inşallah gəlin yazaq 90-cı sual. 90-cı sual görə nədir? Aha. Başlayaq 90-cı sual. 90-da bizə deyir ki, AB qarşılıqlı sadə ədədlər üçün, deməli qarşılıqlı sadə ədədlərdirsə, AB 390-dır və A üzərinə gəlinsin. Bu olarsa A ədədini tapın. Deməli dostlar, biz bilməliyik ki, qarşılıqlı sadə ədədlərin əkobu hər zaman onların hasilidir. Yəni əkob AB bizdə 390-dırsa, elə onda demək istəyir ki, yəni A ilə B-nin hasili 390-dır. Çünki bizə şərtdə verib ki, A ilə B qarşılıqlı sadədir. Deməli, mən A ilə B-nin hasilini tapdım 390. Burada mən bunlara ortaq məxrəc gətirsəm, yəni yazsam ki, A üzərinə gəlinsin 30 bölünsün B bərabər nə? 28. Orta məxrəcə gətirsəm, deməli, orta məxrəcimiz B qalır AB üzərinə gəlinsin 30 bərabər nəyə?
28-ə. Mənə AB hasıl neçədir? 390. 390 üzərinə gəlinsin 30 bərabərdir 28. B-ni də çarpaz vuranda olur nə? 28B-yə. 28B-yə. Buradan deməli bizə verir 420 bərabər nə? 28B. Deməli 420-ni də 28-ə böləndə səhvlərimizə düşür 15. Deməli B-nin qiyməti oldu nə? 15. B-ni tapdıq 15. Bizdən axı A ilə B-nin hasilini 390 vermişdi. Gətirib burada A-nı tapmaq üçün 390-ı da bölərəm. 390-ı da bölərəm 15-ə alaram. Deməli 390 da 15-ə böləndə 26 eləmiş olar. 390 2 dəfə, bəli, 26 eləmiş olar. 26 eləmiş olar. Deməli, buna tapdım 26. Bizdən nə soruşur? Bizdən A ədədini tapın soruşurdu. Deməli, elə həqiqətən də cavabımız 26 eləyir. Mən eləyirdim, cəmini soruşur. Bu şəkildə. Cavabımız oldu nə? 26. Daha sonra gələk 91-ci suala. 91-ci sualda görək bizdən nə verir, nə soruşur? 91-ci sual. 91-ci sualda bizə deyir ki, əbob AB 6 olarsa, hasil budur, onların cəmini tapın. Deməli, uşaqlar, bizdə bunların əbobunu verib, bir də onların hasilini verib. Baxın, uşaqlar, deyək ki, burada burada hər ikisində də 6 vurğu var. Yəni, hər ikisində də A-da da, B-də də 6 vurğu var. Bunların əbobu nə verib? Bizə A verib. Deyək ki, A olsun, 6 vurulsun X şəklində. B də olacaq burada 6 vurulsun Y şəklində. Yəni, A-nın və B-nin vurğuları budur. Biz bunların əbobunu tapanda, aldıq nə? Burada aldıq, gətirib yerinə qoyduq. Nəsə, 6X, 6Y, 6-nı çıxartdıq. Qaldı nə? Əbob, XY. XY bu da bərabər nə? 6. Deməli, XY ilə bərabər 6. Yəni, bizə əbobu 6 şərt özü veribdir. İndi burada uşaqlar XY, burada XY ortaq olmayanlardır. Yəni, burada XY ortaq olmayanlardır ki, qalıb. Sadəcə biz ortağı çıxarmışıq və əbobu onu götürmüşük. Zaten, belə deyək də, ortaq olmayacaq, onlar qarşılıqlı sadədir. Yəni, X ilə Y qarşılıqlı sadədirsə, onların əbobu 1-dir. Deməli, bizdən A ilə də B-nin cəmi burada 180, daha doğrusu hasilin 180 veribsə, bizdən də bunların cəmini soruşur. Deməli, nə edəcəm? Mən gətirib yerini yazıram burada. Baxın, bunları gətirib yerini yazıram. Yəni, bizdən A ilə B-nin hasilini 180 verib, baxın. 180 verib. Yazıram 6X vurulsun 6Y bərabərdir 180. Qəşəng. Yazıram 36XY bərabərdir neçə? 180-ə. Buradan da hər tərəfi 36-ya bölsəm, X ilə Y hasilini neçə tapıram? 5 tapmış olurum. Deməli, X ilə Y-in hasili nəymiş? 5 imiş. Daha sonra, buradan X ilə Y-in hasili 5-dirsə, onda belə çıxır ki, burada, təbii ki, natural ədədlərdən söhbət gedir. Burada X 1-dir, Y də o zaman 5 şərtində ödənir. Və ya da tərsinə ola bilər. X 5 ola bilər, Y 1 ola bilər. Onun heç bir önəmi yoxdur burada. Əsas odur ki, X ilə Y-in hansı qiymətlər alacağını bildik. 1 və 5. İndi bizdən A ilə B-nin cəmini soruşursa, gətirib burada yerinə qoysam, 6-nı vuracam 1-ə, alacam 6. X axı 1 tapmışam. Y-i də 5 tapmışam. Yazacam 6 vurulsun 5 bərabərdir 30. Məndən də bunların cəmini soruşur. 6 ilə 30-un cəmini soruşur. Deməli, doğru cavab mənə verəcəyində 36. Bu şəkildə. Daha sonra gələk 92-ci suala. 92-ci suala. 92-ci sualda görək necədir bizdə. 92-ci sualda. Deməli,
Bizə deyir ki, A bərabərdir bu ədədinin 4-ə bölünməsindən alınan qalığı tapın. Deməli, 4-ə bölünməsindən alınan qalığı tapın deyir bizə. Deməli, biz uşaqlar burada nə edəcəyik? Biz burada nə edəcəyik? Təbii ki, biz bu ədədləri götürüb bir-birinə vurub onları kvadratlarda, daha sonra üzərinə 3 gəlib həmin ədədi 4-ə bölünüb qalıq tapsam, çox böyük bir ədəd verəcək. Biz burada daha sadə üsulla gedəcəyik. Deməli, biz burada uşaqlar 7219-u bizdə axı 4-ə bölünməsinə alınan qalığı tapır. Biz bilirik ki, 4-ə bölünmə əməlində demişdik ki, ədədin son 2 rəqəmi ya 0 olmalıdır. Son 2 rəqəmi ya 0 olmalıdır. Ya da ki, son 2 rəqəminin gətirdiyi ədəd 4-ə bölünməlidir. Məsəl üçün bir ədəd verilir, sonra nədir? 32. Deməli, son 2 rəqəm 32 isə 32 4-ə bölündüyünə deyirik ki, bu 4-ə bölünür. Biz burada ədədləri tək-tək baxacağıq. Baxın, 7219-un son nədir? 19-dur. 19, bu 7219-u 4-ə böləndə qalıqda 3 qalır. Hardan bilirəm? Axırı 19-dur. 19-u 4-ə böləndə düşür 4 dəfə. Qalıqda nə qalır? 16, qalıqda qaldı 3. Deməli, 3 qaldısa, mən yazacağım ki, A bərabərdir. A bərabər qalığı yazacağım. Yəni, ədədi bölüb qalığı yazacağım. Bərabərdir 3 vurulsun. Artıq 7219 yox, onu 4-ə bölüb qalığını yazıram. Daha sonra 3524-ü də 3500, daha doğrusu 35274-ü də 4-ə böləndə deməli, son 2 rəqəminə baxacağım. 74-ü 4-ə böləndə deməli, düşəcək 74-də qalıqda qalır orada 2. Gəlin yoxlayaq. 74-ü bölürəm 4-ə. Deməli, 1 dəfə düşür. 4, 34, bəli, 18 dəfə düşür. Qalıqda 2 qalır. Deməli, qalığımız 2-dir. Yazacağım ki, onda yenə 2. Yazdım. Daha sonra bunun kvadratı üzərinə gələsində 3. Deməli, uşaqlar, burada artıq sadədir, bərabərdir. 3 dəfə 2, 6. 6-nın kvadratı 36. 36-nın üzərinə 3 gələndə eləyəcək nə? 39. İndi 39-un 4-ə bölünməsindən alınan qalığı tapın. Təbii ki, 39 4-ə böləndə düşəcək 9 dəfə. 36 qalıqda nə qalır? Qalıqda qaldı 3. Deməli, doğru cavabımız nə oldu? 3. Daha sonra gəlin baxaq burada 93-cü sual. 93-cü sualda uşaqlar bizə verib nə? 25. Yəni, burada bölmə əlamətini bilmək lazımdır. Ən sadə üsul. 90 neçə? 93. 93-də də necə olacaq uşaqlar? Deməli, yenə 7506-nı 25-ə böləcəyik. Daha sonra 16551-i böləcəyik. Bu şəkildə. 7000, deməli, 7506-nı 25-ə böləndə biz 25-ə bölmə əlamətini demişdik ki, yenə rəqəm, yəni son 2 rəqəm ikisi ya 0 olmalıdır, ya da ki, son ikisinin əmələ gətirdiyi ədəd 25-ə bölünməlidir. 25-ə bölünmə əlamətini 4-ə bölmə əlaməti demək olar eynidir. Sadəcə birdə 4-ə bölünməlidir sonu. Birdə də 25. Deməli, 7506-nı 25-ə böləndə qalıq məndə qalır 6. A bərabərdir 6 vurulsun. 16551 də böləndə məndə qalıq qalır 1. Vurulsun 1. Bunun kvadratı üzərinə gəlinsin 4. Bu da bərabərdir. 6-nı 1-ə vuranda 6, kvadrat 36 eləyəcək. 36 üzərinə gəlinsin 4 bərabərdir. 40 etmiş olacaq. 40-ı da 25-ə böləndə bir dəfə düşür, qalıqda qalır nə? Qalıqda 15 qalmış olur. Bu şəkildə. Daha sonra gələk 94-cü sual. 94-cü sual görək. Nədir? Deyir ki, mağazada kiçik, orta, böyük ölçülü akvaryumlar var. Hər bir kiçik akvaryumda 2, orta akvaryumda 4, böyük akvaryumda isə 6 balıq var. Bütün balıqların sayı 60 olarsa, mağazada ən çox neçə akvaryum ola bilər? Deməli, bir də oxuyaq. Deməli, mağazada kiçik, orta, böyük 3 ölçüdə yəni akvaryum var. Hər bir kiçik akvaryumda 2, 4, 6 balıq var. Bütün balıqların sayı 60 olarsa, mağazada ən çox neçə akvaryum ola bilirlər? Deməli, uşaqlar, baxın, bizdə 3 ölçüdə akvaryumlar var. Deməli, 3 ölçüdə akvaryum varsa, bunun kiçiyində hər bir kiçik akvaryumda 2, 4, deməli 2, 4, 6 sayda balıq var. Düzdürmü? Bizdən burada ən çox neçə akvaryum ola bilər? Uşaqlar, burada ən çox neçə akvaryum ola biləcəksə,
Mən kiçik belə deyək də kiçik akvariumları daha çox eləməliyəm ki, belə deyək, böyük akvarium eləsəm balıqların sayı daha çox gedəcək də. Yəni məsəl üçün 60 dənə deyil, 60 dənəsi üçün böyük balıqlardan yerləşdirsəm, yəni böyük akvariumları yerləşdirsəm 10 dənəsi kifayət eləyir. Ancaq mənə burada kiçiklər daha çox lazımdır ki, daha çox akvarium istifadə edeyim. Başa necə? İndi burada minimum olaraq böyüklərdən bir dənə götürürəm. Deyirəm ki, mənim bir dənə, yəni bir dənə ölçüdə orta akvarium var, bir dənə də böyük var. Aha. Deməli, bir dənə burada oldu, bir dənə də burada oldu. Nə qədər balıq oldu? Deməli, bir dənə hər ölçüdən bir dənədirsə, 4-ün bura yerləşdirdim, 6-ını bura yerləşdirdimsə, cəmsi elə də 10 dənə. Yəni cəmsi elə də 10 dənə. Aha, 10 dənə balığımı artıq yerləşdirmişdim. Neçəsi qalıb? 60 idi. Mən 60-dan həmin 10-u çıxıram. Hansı onu? Həmin 10 balıqlar böyük və orta ölçülü akvariumlardadır. Qaldı nə qədər? 50 dənə balıq qaldı. İndi 50 dənə balığı da hər birində 2 dənə olmaqla kiçik akvariumlara yerləşdirməliyəm. Onda götürəcəm 50-ni böləcəm 2-yə. Aparacam nə? 25. Deməli 25 dənə də mənə kiçik akvarium lazımdır. Məndən də soruşur ən çox neçə dənə olmalıdır? 25 dənə kiçiyi. Deməli 25 dənə kiçiyi, bir dənə orta ölçülü, bir dənə də böyük ölçülü. Bunların da cəmi mənə verəcək 27. Deməli mənə cəmi ən çoxu 27 dənə akvarium lazım ola bilər. Bu şəkildə. Daha sonra gələk 95-ci suala. Bir dənə planşetim burada tarixəsinə baxım 14%. Aha. Deməli 95-ci suala nədir? Deyək ki, M ədədi üçün əbob bu olarsa, əşob bunu tapın. Aha. Deməli uşaqlar, burada biz nə edəcəyik? Biz burada M-ə qiymət versək, baxın əbob. İndi bizə 2M çıxılsın 1-dir və bir də 2M plus 1-dir də, düzdürmü? Bunu bizə nə verib? 4M, bunu burada yazaq, 4M çıxılsın 7 verib. İndi mən burada M-ə qiymət versəm, tutaq ki, mən aparıb M-ə burada bir qiymət verirəm. Özümdən bir dənə bir qiymət verirəm də. Təbii ki, natural ədəd söhbət gedir. M natural ədəd üçün şərt verilib. M-ə bir dənə qiymət verdim. Bu 1 niyə yazılmır? Aha. Aha. M-ə mən bir qiyməti verdim. M-ə bir qiymət verirsəm, uşaqlar, görəcəm ki, əbob 2 dəfə 1-in 1, elədir 1, 3. Aha. Deməli, mən M-ə qiymət verəndə görürəm ki, bunlar ardıcıl tək ədədlərdir. Məsələn, 2 versəm, alacam 3, 5, bu şəkildə alacam. Yəni, görürəm ki, ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərdirsə, uşaqlar, deməli, bunların qarşılığı sadədir. Qarşılığı sadələrin əbobu nəyə bərabərdir? 1-ə bərabərdir. Deməli, əbob 2M çıxılsın 1-lə 2M plus 1-in əbobu ümumi olaraq bizə 1-dir. Yəni, bu bizə 1 vermiş olur. Və bunun nəticəsində də mənə 4M çıxılsın 7 verir. Yəni, 4M çıxılsın 7 bərabərdir nəyə? 1-ə bərabərdir. Burada 4M bərabər olacaq. Yəni, bunu səliqələ yazaq. Bu 4M bərabər olacaq. 7-ni sağ tərəfdən də alıram 8. M-i burada alıram neçə? M-i burada alıram 2. Deməli, M-in qiyməti 2 imiş. Gətirib aşağıda yerinə qoysam, əkob 13M çıxılsın 2-də, bir də 15M üzərinə gəlsin 2-də yerinə qoysam, alacam ki, əkob, orada yerinə qoysam, 13-i 2-yə vuranda 26, 26-dan 2 çıxdım, 24, bir də 15M üzərinə gəlsin 2-də də qoysam, alıram nə? 32. Məndən əkob 24 ilə 32-ni soruşur. İndi bunu hesablayacağım. Bunu da hesablayanda uşaqlar, baxın, 8-i çıxarsam buradan vuruq kimi, burada qalır nə? 3, burada qalır 4. 3 ilə 4 də qarşılıqlı sadə ədəd olduğuna görə onların əşabı hasilidir. Yəni, olacaq 8 vurulsun, bu 3 ilə 4-ün hasili. 3 ilə 4-ün hasili 12. Bərabərdir. 12, bu elədir 12. 8-i də 12-yə vuranda eləyəcək nə? 96. Doğru cavab kimi məndə də 95-də verir. 96. Bu şəkildə. Daha sonra gəlin baxaq burada. 96-cı sualda. 96-cı sualda görək necədir? 96-cı sualda görək necədir? 96-cı sualda bizə deyir ki, qarşılıqlı sadə ədəd olan A üstə gəlsin 5 və B ədədləri üçün bu budur. Yəni, bunların əkobu budur.
AB üzərinə gəlinsin bu olarsa B-ni tap. Şolar deməli qarşılı sadə ədəddirsə biz bilirik qarşılı sadə ədədlərin əkobu onların hasilidir. Yəni A üzərinə gəlinsin 5 vurulsun B bərabərdir 420-yə. Çünki şərti özləri verir ki, qarşılı sadədir. Məndən də A ilə B-ni, yəni A vurulsun B, AB üzərinə gəlinsin 7. B-ni nə verib? 450 verib. Qəşəng. Məndən isə B-ni soruşur. Deməli, nə edəcəm mən burada? Gəlin biz burada deməli yuxarıdakını da vurub açaq. Olacaq nə? Olacaq, bunu belə yazdıq. Olacaq AB üzərinə gəlinsin 5B bərabər nəyə? 420-yə. Burada sistemi alsaq, yuxarıdan aşağı çıxsa 7 bilər, daha doğrusu 7 bilər yox. 7 bilər yox. AB-lər gedəcək. Burada 7B-dən 5B çıxanda qalacaq 2B bərabər 450-dən 420 çıxanda qalacaq 30. Deməli, B-nin qiyməti nə oldu? 15. Bizdən burada görə nə soruşur? B-ni tapın, elə B-nin də qiyməti tapdım 15. Deməli, doğru cavab ki, mənə nə verəcək? 15 vermiş olacaq. 97-yə baxaq uşaqlar. Deməli, 7, 8, 9 ədədini böldükdə qalıqda bir alınan ən kiçik çox rəqəmli natural ədəd tapın. Uşaqlar, deməli, burada bayaqları eynən buna aid izah elədim. Orada da bizdən deyildi, qalıqda 2 alına biləcək. Həmin qaydanı tapacaqsınız bir dənə. Yəni, bunların hasilini deyildi. Yəni, əkobunu tapacaqsınız. 7, 8, 9, 10-un. Tapıb üzərinə 1 əlavə edəcəksiniz. Artıq bunu izah eləməyə məncə ehtiyac yoxdur. Gəlin, baxaq burada. Nəyə? Gəlin, baxaq burada. 98-ci suala. 98-ci suala baxaq. Deyək ki, 3 ardıcıl natural ədədin cəmi 63-dür. Bu ədədlərin ən kiçiyi ən böyüyün hasilini tapın. Deməli, 3 natural ədəddirsə, bunlar 1-1 artır. Birinci olsun A. İkinci olacaq A plus 1. Üçüncü olacaq A plus 2. Bizdən istəyən deyil, 3 ardıcıl. Bunların cəmi, yəni bunların cəmi nədir? 63-dür. 63-dür. Demək, 63-dürsə, edir 3A üzərinə gəlinsin. 3 bərabərdir 63-ə. Buradan da A-nı tapıram. 3-ü sağ tərəfə atıram 60. 63-ə böləndə 20. Deməli, kiçiyi 20-dir. Deməli, bu ədədlər 20, 21 və 23 imiş. Bizdən də bunların hasilini soruşur. Hə, ən kiçik ən böyük. Yəni, 20 vurulsun 23. Bu da mənə verəcək nə? Daha doğrusu 23 niyə oldu bu? 21, 22. Uşaqlar, bu 22-dir. 22. Məndən də 20-dən 22-nin hasilini soruşub da mənə verəcək nə? 440. Deməli, cavabımız da 440-dır. Daha sonra gələk baxaq burada 99-cu sualı. 99-cu sualda görək nədir? 99-cu sual. 99-cu sual. Çox səliqəsi yazıram uşaqlar. 99-cu sual. Deməli, A, B və C natural ədədləri üçün bu olarsa, ABC hasilinin ən kiçik qiymətini tapmış. Uşaqlar, bunun ən kiçik qiyməti tapmaq üçün mən burada nə edəcəm? Deməli, gəlin hər tərəfi birinci 7-yə vuraq. Baxın, deməli, 7-yə vuranda, bir salat buradadır, yəni buna köçürmürəm. 7-yə vuranda olur nə? 7A bərabərdir B-yə, bərabərdir 14C-yə. Düzdürmü? İndi mən bunların dəyişənlərin əmsallarının əkobunu tapacağım. Baxın, bunun da əmsalı 1 var burada. Əkob olacaq nə? 7, 1, 14. Aha. Deməli, bunların əkobunu tapanda, biz burada nə edəcəyik? Bunların da əkobu bizə nə verir? Əkobun bir hamısına qarşı sadədir. Bunların da əkobu bizə verəcək 14. 14 vermiş olur. Deməli, 14-ü tapdım. Gətirib burada həmin 14-ü, tapdığım 14, yəni əkobu hər birinə böləcəm. Baxın, 7-yə böləndə alıram nə? 2. 14-ü bölürəm. Bu əmsallara bölüb dəyişənləri tapıram. Bölürəm 1-ə, tapıram 14. 14-ü böləcəm elə 14-ə, tapacam nə? 1. Deməli, A bərabər oldu burada 2K-ya. K ilə deyirəm, çünki bilmirəm axı. Yəni, burada ən kiçik qiymətini soruşur. Aha, daha sonra B oldu burada elə K-nın özü. Daha doğrusu B K-nın özü olmur. B burada 14K olur. 14K C də bərabər olur. Deməli, K-nın özünə, C K-nın özünə bərabər olmuş olur.
Deməli, burada mənə ən kiçik qiymətini soruşursa, uşaqlar, deməli, mən K-ya 1 qiymət verməliyəm də, ən kiçik. 0 verə bilmərəm, zaten 1 verməliyəm. 1 verəndə, onda bu olacaq 2, bu olacaq 14, bu da olacaq 1. Bunların da cəmini soruşur məndən. Bu da eləyir nə? 10, deməli, hasilini soruşur, daha doğrusu cəmi yox. Hasilini soruşursa, 2 vurulsun 14, o da vurulsun 1, bu da verəcək nə? 28. Deməli, doğru cavab məndə nə oldu? 28 oldu. Daha sonra uşaqlar, burada var, deməli, bu tipli suallar gəlir. Gəlin bunları istifadə edeyim. Çünki istəyirəm hamısını izah eləyim. Hamısını izah eləyim. Sadəcə planşetin zaryadkası qurtarır. Ona görə. Deməli, burada baxın, yüzdə necə? Yüzdə də eyni qayda olacaq. Hər tərəfi 5-ə vuracaqsınız. Hər tərəfi 5-ə vuracaqsınız. Siz bunun hər tərəfini 5-ə vuranda, deməli, alacaqsınız 5-ə bərabərdir. Nə bilim, B-yə, o da bərabərdir C-yə. Sonra onların əmsalları götürüb, yəni bayaq 99-da izah edilmiş kimi şəkildə tapacaqsınız. Yəni, o formaya gedəcək. Sonra 101-də necədir? Baxın, 101 yazaq. 101 bizə deyir ki, 7-nin üzərinə gəlsin 7 və 8-in üzərinə gəlsin 2 arzu cüt ədədlər olarsa, n-in ala biləcək qiymətlər hasilini tapın. Aha. Deməli, arzu cüt ədədlərlə necə olur? 2-2 artır. Yəni, yazacağım ki, tutaq ki, 8-in 7-in plus 7-dən sonra gəlir. Yazıram ki, 7n plus 7 bərabərdir 8n plus 2 üzərinə gəlsin 2. Bu şəkildə yazaq. Birinci gəlin bu şərti yoxlayaq. Deməli, mən bu şərti yoxlayanda alacam ki, 7n üzərinə gəlsin 7 bərabərdir 8n plus 4-ə. Deməli, burada mən alıram ki, n bərabərdir 7-nin bu tərəfə bölük, n bərabərdir 3-ə. Deməli, n-in bir qiyməti oldu 3. Bir dəfə də deyirəm ki, 7n plus 2, 8n plus 2-dən əvvəlki cüt ədəddir. Onda mən 7n plus 7-nin üzərinə 2 gəlməliyəm. Bərabər eləməliyəm 8n plus 2-yə. Deməli, alacam 7n plus 9 bərabərdir 8n üzərinə gəlsin 2-yə. Buradan da mən, deməli, n-i alacam neçə? N alacam 7. Deməli, n-in burada 2 dənə qiyməti var. Bir 3, bir də 7. Məndən də onların ala biləcək qiymətlərin hasilini soruşur. 3-dən 7-ni vuranda eləyir 21. Deməli, doğru cavab kimizə verir nə? 21. 102-ci uşaqlar, həmin qaydanı həll edəcəksiniz, gedəcək. Daha sonra gəlin biz burada baxaq nəyə? Gəlin burada baxaq biz 103-ə. 103. Deyir ki, x, y bərabərdir. Yəni, x-in, y-in nisbəti 8-dir, qalıq budur. Aha, deməli, qalıq 6 olarsa, x-in ən son rəqəmini tap. Aha, ən son rəqəmini soruşduruq. Deməli, biz burada x bölünsün y bərabərdir 8-dir və qalıq da bizə nə verib? 3 verib. Deməli, mən burada x-i tapsam, böləni qismətə vurmalıyam. Yəni, 8y üzərinə gəlməliyəm. Qalığı gəlməliyəm. Daha sonra digərində isə bizdən y bölünsün z bərabərdir 5, qalıqda isə 6 verib. Düzdürmü? Mən də buradan y-yi tapanda nə tapacam? Yəni 5z üzərinə gəlsin 6 şəklində tapacam. Qəşəng. Gətirib bunu burada yuxarıda yerinə qoyacam. Alıram nə? X bərabərdir 8 vurulsun 5z üzərinə gəlinsin 6. Daha sonra bu da üzərinə gəlinsin nə? 3. Bu da bərabərdir 40z 40z üzərinə gəlinsin 8 dəfə 6 48 üzərinə gəlinsin 3. Bir də sadələşdirsək 40z üzərinə gəlinsin neçə olacaq? Üzərinə gəlinsin 51 olmuş olacaq. Deməli, məndə deyir ki, x ədədinin son rəqəmini tapın. Baxın, 40z-dir, axırı 0-dır. Z nə olur olsun, vuranda bu ədədin sonu 0-dan qurtaracaq. 0-ın üzərində 51 ilə belə deyək, axırı 0-dır bunun. Bunun da axırı necədir? 1-dir. Axırlarını toplayanda nə eləyir? 1. Deməli, ədədin sonu 1 olmuş olacaq. Yəni, biz burada qalağın sonuna baxırıq. Onsuz da bu ədədin sonu 0-dır. Mən də doğru cavab kimi burada verir nə? 1. Daha sonra dostlar, baxaq burada. Zaryadka baxaq, 7% qalıb. Deməli. Gəlin biz burada baxaq nəyə? 104-cü suala. Bizdən deyir ki, AB 2 rəqəmli ədədinin
3A çıxılsın 2B ədədinə bölünməsindən alınan natamam qismət bu. Qalaq isə budur. AB cəmini tapın. Deməli biz burada baxın. Deməli 104. 104. Aha. Deməli bizdən deyir ki, AB-ni buna böldü, yəni 3A çıxılsın 2B-yə böldüm. Natamam qismət 4-dür. Qalığımız isə qalığda məsələcə yazıram 2-dir. Məndə bunun cəmini soruşur. Aha, AB-nin cəmini soruşur. Gəl çarpaz vuraq. AB bərabərdir. 4 vurulsun 3A çıxılsın 2B. Üzərinə gəlinsin nə? Qalıq. Qalığı gələn müsərrə. Deməli, bu nasılışın yazanda, AB nasılışın yazanda olur 10A. Üzərinə gəlinsin B bərabərdir 12A. Bunu da vurub açıram. Çıxılsın 8B. Üzərinə gəlinsin 2. Aha. Deməli, burada aları bir tərəfə keçirsəm, alıram 2A bərabərdir 9B çıxılsın 2. Buradan da yazıram 2A üzərinə gəlinsin 2 bərabər nəyə? 9B-yə. Deməli, mən burada 2-ni də ortaq kimi çıxarsam, alacam A üzərinə gəlinsin 1 bərabər nəyə? 9B-yə. Deməli, belə. Burada bizə deyirdi ki, qalıqsa budursa, A ilə B-nin cəmini tapın. Deməli, burada bir şey diqqət eləmək lazımdır. Nə edəcək? 2A üzərinə gəlsin 2. Bu hər zaman təkdir, cütdür. Bu hər zaman cütdür. A-nın istənilən qiymətində, yəni natural qiymətində bu cütdür. Deməli, bu cütdürsə, 9-da biz nəyə vuranda cüt eləyəcək? 9-da nəyə vuranda cüt eləyəcək? Burada amma indi belə bir məsələ var da burada. Bizdə A ilə B 0-dan 9-a kimi qiymətlər alır. Bunu da həyatda saxlamaq lazımdır. Mən B-yə 1 verə bilmirəm. B-yə 2 qiymət verəndə bu olur 18. Deməli, bu olur 18. Yazıram 2A üzərinə gəlinsin 2 bərabərdir 18. Buradan A-nı da alaram neçə? 8 alıram. Düzdürmü? Bu oldu belə. Amma mən aparıb B-yə artıq burada 3 yox, 4 qiymət versəm, bu olacaq 36. Artıq burada A2 rəqəm olur. Deməli, o da mənim bu şərtimi pozur. Göstərmişdim bayaqları. Deməli, mənim AB dedim ki, 0-dan 9 kimi alır axı. Mən aparıb B-yə 4 qiymət versəm, 3 verə bilmərəm. Çünki cüt eləməyəcək, təkiləcək. Bunun cüt olması üçün 4 olmalıdır. 2-dən sonraki qiyməti. Bu da bu şərti pozur. Deməli, A artıq 2 rəqəmli olur. Ona görə burada deməli, B-nin 2 qiymətidir, A-nın 8-dir. Məndən isə A ilə B-nin cəmini soruşur. 2-nin də üzərinə 8 gələndə 10 eləmiş olacaq. Bu qədər. Deməli, dostlar, 104-ə kimi hamısını izah elədim. Burada qaldı nə qədər? 105-dən 113 kimi qaldı. Bunlar da əslində rahatdırlar, uşaqlar. Bu suallar da ümid edirəm ki, digərlərini başa düşsəz, bunlar da yaza bilərsiniz. Sadəcə planşetin zaryadkası ölür deyə ona görə videonu yarımçıq dayandıracağam. Sağ olun, uşaqlar. Hər birinizə uğurlar. Növbəti videolarda görüşərik. Əgər bu yerdə qalan nə qədər test qaldı? Deməli, 104-ə kimi izah elədim. 8 dənə, 9 dənə test qaldı, uşaqlar. Əgər bunları da yaza bilməsəz, yorumlarda qeyd edirsiniz. Bunlar da izahlarını verərəm ayrıca olaraq. Sağ olun, hər birinizə uğurlar.